Deməli, burada 24 nömrəli sual rahatdır. Öz ağzı ilə deyir ki, 6 bərabər hissəyə, bir də 3 bərabər hissəyə mavi. O da, məsələn, bir dənə bu kvadrat var ha burada. Neçə bərabər hissəyə bölünüb ki? 4. 4 niyə? Yəni, kiçik kvadratlara neçə bərabər hissəyə bölünüb? Hə, 9 onda. 9. Məsələn, onu mən yazsam, onun dediyini, bu şəkildə olacaq. Çünki özü deyib, sol tərəfdə 3 sarı kvadrat, Bu, yəni, biz belə eləyə bilərik burada. Başa düşmək üçün eləyirəm. Əslində, mən bildim neynədir o. Bax, belə yazsaq, 9 dənə kvadrat burada var. 9 dənə də burada olacaq. 9 dənə kvadrat. Bir də, burada isə, məsələn, belə bir şey eləsək. Yəni, bunlar çəkdiklərim perpendikulyardır ya. Yəni, burada kvadratlar əmələ gəlir, hamısı kvadrat olsun. Burada da 6 dənə. Nə qədər olur bu? Opşi. 9, 9, 6. Bu 24 dənə. 24 olur. Bir, 24 6-ya vuranda 144 ha, edir. biri də deyir ki, sənə deyir ki, bir dənə də bu sarı var ha, bir dənə balaca kvadratda, yəni 6-dır. Yəni mavini verməsə də olar. Mavini olsa mən ona sarıya gətirdim də, böldüm bölgülərlə. Şərti olaraq. 6-dır və son 24-ü 6-ya vurasın. Yəni elə də çətin sual deyil. Bu da 144 verəcək. Cavabı da veriblər burada. 144. 25. Rəqəmləri müxtəlif 3 fərqli 3 rəqəmli ədədin cəmidir. Bu ədədlərdən ikisi 456-dan kiçik olmalıdır. Yəni ən 456-dan kiçik, belə deyək də, ən çoxu 455 olmalıdır da. 455. İndi bizə deyir ki, ən kiçiyi hansıdır? Ən kiçiyi, yox, ən kiçiyi ən az neçə olar? Ben bunu şeydi. Ən kiçiyi ən Biri az. 455, biri 999, sonra qalanı tapırıq da. Elə olur. Baxaq. Deməli, birini 455 götürdün. 1000, belə deyək də, 455 götürdün. Birini neçə götürdün? 999. Ay, sağ ol, qəşəng. Qəşəng. Niyə elə Yo, elədin? 987. Niyə elə elədin? Yox, bilmirəm nə elədin. Sən dediyi mən bildim, tutdum söhbət. Sən götürdün ən böyük ədədin ən böyüyünü, ən kiçiyinin ən böyüyünü. Düzdür? Bəli. Qəşəng ha. 999 götürən biri fərqli deməlidir. 900 ən böyük ədəd 987 düzəldə bilərik. İndi rəqəmlərin müxtəlif olan 3 fərqli. Hə, fərqi yoxdur. Burada indi ən böyükdə 455 yox. Nə götürməliyik? 455 yox. 454 yox. 453. Elə deyil. Mən niyə 454 olur axı? Bəs 2 dənə 4 oluraq. Hə, bəli, bəli. 453. Belə. Bunları toplasaq 10, 13, 14, 1 yadda 13, 14. Neçədədir bu? 1440. Götürüb bu 1643-dən bunu çıxanda neçə eləyir? 1643-dən. 203. Həqiqətən də hə, 203 veriblər cavab. 203. Bu maraqlı idi. Bu qəşəng idi. Sonra dəqiqə. Bundan da biz baxmışıq. Bu sualdan biz baxmışıq. Rəngli xanada düşən ədədlər görünmür. Hə, yaxşı. Heç nə, bu xətt üzrə, bax bu xətt üzrə. Sən bunu götürməlisən bura. Qatdalamalısan. Hansı ki deyir ki, sağda görünə biləcək rəqəmlərin cəmini tapın. Hansı ki rəngli xananın üstündə, məsələn deyir ki, burada 2 kişi var, bax bu 2. Gəldi düşdü bura. Görünür? Bəli, bəli, Hə. müəllim. Bax bu 2 düşdü bura, hə? O 2-yi götürməyəcək. Çünki niyə? Rəngli xananın içində düşdü, görünmədi artıq. Sonra məsələn elə biz bax biz görünənlərə baxaq da. Çünki görünən deyirək. Bax bu 2-ni görəcəm mən. Niyə? Çünki gəlib düşəcək bax bura. Düz küncə. Bax burada küncdə deyil. Onun simmetrik forması burada düşəcək. Düz bu küncə. Lap istəyən oradan götürək yazaq. 2-ni düşəcək bura. Bura 2-yi düşəcək. Sonra lap buradan başlayaq lap. Oxdan başlayaq. Məsələn 1 düşəcək bura. Görünməyəcək. 3 düşəcək bura, görünəcək. 2 düşəcək bura, görünməyəcək. 2 düşəcək bura, görünməyəcək. Bu 2 gəlib düşəcək bura, görünəcək. Düz dedim, düz dedim. Bəli, bəli. Sonra bu 2 buradan başlayayım da elə bir xətt üzrə başlayıram da. Bunlar getdim artıq. Bu 2 gəlib düşəcək hara səncə? 3-ün altına. Yox. Bəli, müəllim. 3-ün altına? Bəli. Hə, 3-ün altına düşəcək. Baxın burası. Düzdür.
Bir dənə buraxıb. Hə, bəli. Sonra bəs 5 hara düşəcək? Bu 5. Deyə bu rəngli xanaya. Yo. Bəli, bəli. Ha, onda yazmıram. Bəli, bəli. Onda yazmıram. Onu yazmıram. Gəlib düşəcək rəngli xanaya. Sonra 3 hara düşəcək? 3 yox, 1 də bu sətirdə gəlir. 1 gəlib düşəcək bura. Mavi xanaların hə, bəli, ora. Bura. 3 hara gəlib düşəcək? 2-nin altına. Bəli. Onda yazmıram. Görünməyəcək. Hə, bunu yazmıram onda. Sonra getməliyik hara? Bu birisi 1-ə indi. Bu sətrə başlayıram da elə bir ki, diaqonala. 1 gəlib düşəcək hara? Deməli, deyə bura. Rəngli xanaya. Baba, Bəli, bəli. bu xətt üzrə ikinciyə. Onda yazmırıq onu. 3 hara gəlib düşəcək? Elə bir ki, de 1-in altına. Düzdür demə görəsən. Bu xətt üzrə gəlsə, hə, ora düşəcək də 2 xətt. Bu 4 hara düşəcək? Deməli, bura. Aha, rəngli xananın altına, hə? Deməli, bax bu xətt üzrə gəlsən, hə, düşdü ora. Ha. Sonra qaldıq. Bu 2-ni elə əvvəldə demişdim də gəlib düşəcək bura. Qaldı bir dənə bu 2 birlər. Bu 2. Bu 2 deməli 2 xana buraxacaq. Bax elə bir ki, buradan bunu başqa qələmlə göstərək deyən. Aləm deyildi çünki orada. Deməli, bax bu 2 heç rahat idi də gəldi düşəcək bu küncə. İndi qalıb bu 2 birlər. Bu 2 deməli bu 2 dənə xana buraxmalıdır. Bu 2 dənə xananı daha doğrusu hə, düzdür də 3-ün altına düşəcək. Bura düşəcək də, düzdürmü? Deməli, Bəli. yarımçıq. Düz deyirəm. Bu 2 dənə xana. 2 dənə demək də 1 yarım. Buradan da 1 yarım, hə. Sonra 1 ara düşəcək. Bu 1 qalıb bir dənə burada. Yenə 1 yarım. Hə, bura düşəcək. Rəngliyə, hə. Aha, bəli. Onda yazmırıq onu. Vəssalam. Yazdıqlarımız indi hansıdır onu qeyd eləyək. 2. Bu da 1 ilə 4-ün cəmi 5. 7. Bu da bir dənə 3. 10. Bu da 3. 13. Burada da 2 dənə, 3 dənə 2 var. 13, o da 6, 19. Bəli. Düzgün cavabı tapdıq. Deməli, düz eləmişik. Biraz biz gördüklərimiz, biz bu sualda işləmişik. Onun çətin versiyasıdır məncə bu. Çünki vaxtı aparacaq imtahanda. Biraz vaxtı aparacaq. Sonra hansını sarı köçürdə bilməsəm, qaçırdacam hasansa. Ona görə mən orada özüm üçün plansızdım ki, sətr üzrə belə diaqonal deyək də. Belə diaqonal üzrə bunları bir-bir köçürtdüm. Birini oradan, birini buradan eləsəm, çalışacağam yoxdur. Nəysə. Demək, 3 qardaşın yaşlarının ədəd ortası, deməli cəmləri nədir? 54. 54. 3 dənə qardaşsa 54-dür. Birinci qardaş 3-cü qardaşdan 14 yaş böyükdür. Və onların da ədəd ortası 18-dir. Daha yaxşı. Birinci qardaş 3-cü qardaşdan 14 yaş böyüksə, 3-cü qardaş x-dırsa, birinci qardaş x üstə gəl 14 olar. 14-dür, bəli. Və bunların ikisini toplayıb 2-yə bölsəm 18 verməlidir. Yox. Bəli. Ədəd orta. Yəni ki, belə çıxdı, bunların cəmi də 36-dır da, belə deyək. X üstə gəlsin 14, üstə gəlsin x. Bunların yaşlarının cəmi 36-dır. Yəni 18-in 2 misli. 36. Buradan x taparsan neçə? 12? Yox. 12 yox. 11. 11. Oldu 11. X 11. Mənə nə deyir? Ortancıl qardaş ilə 3-cü qardaşın yaşları cəmi. 3-cü qardaş ilə 11-dir. Başqa qələm. 3-cü qardaş ilə x idi, 11-dir. Ortancıl qardaşı da necə taparıq? Biz 36 var ha, bu 36. 54-dən 36 çıxanda yerdə qalan o birisi qardaş olacaq da, yox. Yaşlarının cəmi var ya, 3 dənə. Burada birinci qardaş, birinci qardaş, 3-cü qardaş. Birinci, 3-cü nə demək istəyir bu? Yəni kiçik ilə böyük. Kiçik ilə böyük demək istəyir, hə? Bəli. Çünki birinci qardaş birinci anadan olur da, yəni böyükdür bu əslində. Hə, yaxşı oldu. Onda 54-dən 36 çıxanda bizə o ortancılı verəcək 18. Ortancıl 18, 3-cü qardaşda 11 tapmışıq. Bunların cəmi neçə eləyir? 29. Düzgün cavabdır. Növbəti. Kubun açılışı verilib. Qonşu ola bilməz. Hə, asandır da bu. Qonşu ola bilməz. Elə səndə qarşı üzlərdən çıxarmı?
qarşı üzlər. Hə, çıxar da bax. Bununla bu necə üzdür? Qarşı üz. Amma Y variantında nə verib? Verib bəli. Orada qarşı üzlər Yəni verib. qonşu ola Amma bilməz də. sonra Düz deyir. bilməz. Qonşu ola bilməz də. Bunlar qarşıdaq. Qonşu ola bilməz. Elə sənin cavabın hə, Y variantında verilib. Amma bir dənə buna bir dənə diqqətlə baxın. Ağızlara bir dənə baxın. Ağızlar C variantı. Bəli, C də oxuyur ağızda. Hə, C də oxşuyur. Bir dənə ağızlara baxmaq lazımdır. Məndə də bu yaxşı görünmür. Deməli, ən azından bir dənə bildim. C bir dənə hansıdır? C də bu 2 dənədir. Əvvəldə 2 dənə olandı. Bəli, bəli. Bax C odur. Prosta yerlərini dəyişib. Bax bu fiqur budur. Bu ən birinci gələndə budur. Mən elə görürəm. Mən elə görürəm. Yəni buradan asan bir şeydir əslində. Burası biraz görə bilmədim tam onu. Sonra çəndə olan suyun 1/4 hissəsi istifadə olunduqdan sonra çəndə qalan 1/4 gedib. Çəndə qalan su ilə çənin birlikdə kütləsi 160 oldu. İstifadə olunan su 45 deyir. Qəşəngdir ki onda. İstifadə olunan su 45 deyir. İstifadə olunan hissə 1/4-dir. 1/4 45 olan ədəd. Yəni 45 vur 4 böl 1. Bu neçə eləyir? 180. 180. Yox, 180. Bizə deyir ki, çəndə qalan su ilə çənin birlikdə kütləsi 160 oldu. %80-dən 45 çıx. Yəni görüm çəndə nə qədər su qalıb. Bəli, olur 135. 135. 160-dan da 135 çıxanda 25-dir. Bu da deyir ki 160 oldu. Yəni 135 bizdə sudur. 135 sudur, yəni qalan su. İndi çənin də ağırlığı nə qədər? Çən də olacaq 25. Bizə nə soruşur? Boş çək, bəli, boş çəkin. Boş çənin də, yəni. Boş çənin olmalı. Boş çənin kütləsi olmalıdır 25. Vəssalam. Sadə. İndi görək burada sürət məsələsi. A şəhərindən 50 km sürətlə motosiklet yola düşdü. 2 saat sonra həmin 2 saat sonra. Yəni 2 saat bu 50 sürətlə gedib artıq. 2 saat artıq gedib. Yəni 100 km gedib artıq motosiklet daha doğrusu. Həmin şəhərdən 70 km sürətlə eyni istiqamətdə avtomobil də yola düşür. Bu avtomobil motosikletə çatdığı zaman motosiklet eyni sürətlə geri qayıdır. Bir dəqiqə. Onda bunu çəkə görə nə demək istəyir? Deməli, şərti olaraq çəkim görüm nə demək istəyir. Bu deməli hal-hazırda məsələn burada olmalı da motosiklet mı deyək. 100 km gedib artıq. Niyə? Çünki 1 saata 50 gedir, 2 saata da gecə 100. Şərti olaraq motosiklet oradadır. Hal-hazırda orada dayanıb. Gedir daha doğrusu, dayanıb da bizim üçün. Deməli, həmin şəhərdən 70 km sürətində bir dənə də başqası gəlir hələ. Bunun da sürəti 70-dir. Bir dənə avtomobil çıxacaq yola. Avtomobil gəlir. Bu avtomobil motosikletə çatdığı zaman müəyyən bir yerdə çatacaq. O da harasa burada bir yerdə. Çünki bunlar gedir axı, dayanmır da. Burada bir yerdə çatacaq ona. Motosiklet eyni sürətlə geri qayıdır. Məsələn, x qədər də bu gedəcək. Bunlar arasında yol. Geri qayıdır. Avtomobil isə yoluna davam edir. Bu buradan geri qayıdır. Avtomobil buradan geri qayıdır. Bu şəkil düzdür də. Bəli, bəli. Bu şəkil düzdür. Burada görüşüblər. Ox qoyduğum yerdə. Motosiklet qayıdıb. O yoldan isə dayandığı bu nöqtədən də avtomobil yoluna davam eləyib. Sonra motosiklet A şəhərinə çatdıqda, yəni bu A şəhər dediyi burayı idi. Çıxdığı nöqtəyə. Çatdıqda avtomobil də dayanır. Avtomobil də dayanacaq hardasa. Avtomobil A şəhərindən neçə kilometr aralıqda dayanmışdır? Yəni buranı istəyir bax. Sual. Harda dayanıb? İndi bir dəqiqə. Əvvəldən məsələn ox qoyduğum yerə qədər, bunların görüşdüyü yerə qədər motosikl gedib, yəni yol olaraq x üstəgəl 100. Düzdür?
Bu qədər məsafə gedib. 100-ünü getmişdi, x qədər də gedəcək. Nə sürətlə? 50 sürətlə. İndi eyni yolu 70 sürətlə gedəcək avtomobil. Elə deyil. Bəli, bəli. Eyni yolu, yəni həmin yolu da 70 sürətlə bu gedəcək. Elə bir ki, axı sürəti çoxdur. 70 də. Gəlib çatanda bunlar görüşəndə bu avtomobil artıq 100 üstəgəl x yolu gedəcək. Motosikl da 100 üstəgəl x yolu gedəcək. Amma motosikl 50 sürətlə gedəcək. Hə. İndi bir dənə zaman tapmaq lazımdır burada. Zaman tapmaq lazımdır. Demək 2 saatdan çox motosikl gedəcək. Gəl belə eləyək də. Gəl belə eləyək. Bu sual inanmıram 5-ci sinif fayda olsun. Çünki burada bir dənə də məhsul gələcək indi. Elə bir ki, həmin yolu 50 tez sürət, yox. 50 düzdür. Yəni 100 üstəgəl x-a deyək ki, 50 t qədər getdi də. Bu qədər zaman getdi məsələn. İndi amma A-dan çıxan avtomobil eyni yola x üstəgəlsin 100 kilometr yola 70 vurulsun artıq t plus 2, yox. Yoxsa çıx 2. Hə? Məsəl üçün bunu boş ver də, yəni bu məhsul olmasaydı. Burada deyək ki 500 kilometr yola. 500 kilometr yola 50 sürətdən tez zamanda gedibsə, ya da gəl belə eləyək də, gəl belə eləyək. Gəl belə eləyək. Çaşmayaq da burada. Bax. Dəqiqə. Bax bu 50 kilometr 50 deyirəm. Motosiklet 50 sürətlə 2 saat onsuz da getmişdi də. Bu x qoyduğum yerə bir t zamanda gedib tutaq ki. Olacaq motosiklet nə qədər? T plus 2 zaman. Məsəl üçün bu x qoyduğu yer 1 saat geçəcək, olacaq 3. İndi bu x plus 100 kilometr məsafəni də 70 sürətlə t zamanda gedəcək onda. Yəni 2 saat ondan az da. Bəlkə də düz idi, bu da düz. 2 saat ondan az. İndi isə bunlar bir-birinə bərabərdir. Əslində 5-ci sinif eləyə bilər məncə. Biraz bunu başa düşmək lazımdır. Bax bu yollar bərabərdir burada. Bax x plus 100. Deməli bu tərəfdə bərabər olmalıdır, sağ tərəf. Buradan t-ni tapmaq olar. Yəni 50 vurulsun t plus 2 bərabərdir 70 t-yə. Bu nə olacaq? Açsaq buranı olacaq nə? 50 vur 2 100 olacaq. 50 t-ni atacağam sağ tərəfə, 70 t-dən çıxacağam. 50-dən 70. 20 t. Düzdür, düzdür. T də nəyə bərabərdir? 100-ü 20-yə bölsəm 5-ə. Yəni sən demə 120-yə bölsək, hə. Sən demə 5 saat sərf edib. Hakim, avtomobil. Ya hara? Bax burayacam. Bir dənə qələmi də dəyişək. Deməli bax, burada görüşüblər ha. Görüşmə nöqtəsinə qədər 5 saat sərf edib. Hansı sürətlə? 70 sürətlə. Deməli artıq bu 350 kilometr gedib. Buradan buradan 350 kilometr gedib. 350 kilometr gedib. O da x-in nə olduğunu deyir? 250 kilometr olduğunu deyir. Çünki ikisi bir yerdə 350-dir. Bax bir dənə də bax. T 5-dirsə, 70-i 5-ə vuranda, yəni sürəti zamana vuranda 350 olmalıdır. Yəni buradan bunun motosikletlə görüşdüyü nöqtəyə qədər 350 olmalıdır. 100-ün olsa zaten var da buradan buraya. 100-ü getmişdi. Onda x qoyduğum yer, yəni ki motosikletin davam etdiyi yol 250 olacaq. 250 də oradır. 250 oradırsa hə, bir dəqiqə. 250 oradır. 250-yə tapmağa ehtiyac yoxdur axı deyəsən. Yəni ehtiyac yoxdur. 350. Yəni 350 də elə bir ki buradan buraya 350-dirsə, motosiklet təzədən A'ya qayıdan nə qədər gedəcək səncə? 350. Yenə 350. Yenə 350. Yəni motosikl sən demə 700 kilometr yol gedib.
Motosikl yəni buradan buracan gələnə qədər, buradan buracan Aya çatana qədər cəmi 700 kilometr yol gedəcək. 700 kilometr. Bəli. 700 kilometr və avtomobil də hal-hazırda burdadır. Bax buradan yoluna davam edəcək. Avtomobil buradan yoluna davam edəcək. Bizə lazımdır bu sual tapmaq, harda dayanacaq. Yəni harda dayanmalıdır o? 700 kilometr bu motosiklet 700 kilometr tamamlayanda. Bu da nə deməkdir? Motosiklet nə qədər zaman işlənəcək təzədən? Deməli 700 kilometrə bu 5 saat daxı. T5-dir. Nə edəcəksən 700-ü 5-ə böləcəksən. O neçə eləyəcək? 140. Düzdürmü? Bəli. 140. 140. Deməli. O 140 nəyi tapdıq biz? Bir dəqiqə. Deməli motosikl 700 kilometr məsafə qət eləyib. Yəni gedib qaydana qədər hamısı. 700 kilometr məsafə qət eləyib. Deməli. Sürəti tapacağam onda. Heç sürət lazım deyil ki. Ha, 5-ə niyə bölürük? 700 kilometr məsafə belə deyək də 10 saat gedəcək də onda, hə? 5 də buradan Niyə? gələcək də. 350-yə 5 saat getməmişdi motosiklet. Bəli. Bir dənə də 5 qaydanda gedəcək. 10 saat olmalıdır onda. 10 saat. Motosiklet mən 350-yə mən 5 kilometr getmirəm. Mən 7 kilometr gedir. 7. Mən 50 dağ sürəti. Hə. Burada T plus 5 2 var. Deməli 5 qoysa neçə olur? 7. Ya da gələ 350-dən 350-dən 50-yə böldü 7 eləyir də. 7 bir də 5 saatda gedəcək. Ha düzəldi. Düzəltdim mən artıq. 27 saat. Bir də 5 saat. Ümumilikdə nə qədər? 12 saat. Vəssalam 12 saatı 70-ə vura neçə eləyir? 12 saatı 70-ə vuranda. Yəni bu da 70 sürətlə 12 saat getməlidir. 12 saatda bura çatanda o da dayanmalıdır burada. Onda nə deməkdir o? 12 Mən 8400 olur deyəsən. Mən 840-dan 840. 840 kilometr gedəcək. Variantda elə adı. Onun üstünə bir dənə gəlməyə lazımdır. Ya bu bir çətin sualdır. Bu inanmıram 5-ci sinifə düşsün belə bir şey. Bax elə bir ki, bu görüşənə qədər başa düşmüsən yəqin. Görüşənə qədər falan filan 5 saat nəminə. 5 tabandan sonra mən biləm ki, buradan buraya yol olanda belə çıxır ki, 350 oldu. 350-yə 50 sürətdən deməli bu 7 saat sərf eləyib motosikl. Bu buraya. Təzədən sonra buraya. Daha doğrusu buraya 5 saat sərf eləyib. Buradan buraya qaydanda 7 saat sərf eləyəcək. Olacaq nə qədər 12 saat ümumilikdə. Deməli onda avtomobildə 70 sürətdən 12 saatda getməlidir. 12 saatdan hesablamalıyam daha doğrusu. O da olacaq 840. Ha belə. Hə. Görək bu nə deyir? Hər bir sahəsi 20 olan 6 ədəd eyni ölçülü düzbucaqlı. Yəni bunda sahəsi, buradakilərin də 5 dənə sahəsi hamısı nə qədərdir? 20-dir. 20. Bu düzbucağın şəkildə kimi birləşməsində alınan fiqurun perimetrini istəyir. Fiqurun perimetrini istəyir. Rəqəm vermək olarmı bu sualda? Bir 5 yoxlayaq bir də. Və rəqəm vermək heç qalsın qıraqdayı. Məsələn deyək ki, bunun uzunluğu A-dır, eni B-dir. Onda bura A olur. Aha. Burada B olur. Hə, bildim. Bunu onda keçməmsən sən deyəsən. Həm də burada B olur axı. Burada B olur. Deməli belə çıxır ki, A dediyimiz yer 5B-dir. Bildin necə? Bu məsafə uzunluq bura bərabərdir. Bu da 5B çıxdı.
Burada B'dir, eni də B'dir. Deməli sən 5B'ni B'yə vuranda, 5B'ni B'yə vuranda 20 almaz. Onda Bildin? Uzunluq A'dır. O da bildim, gördüm bəli. aşağıdan 5B'yə bərabərdir. Eni də B'dir. Düzbucağın sağa düzdür A vur B'dir. Buradan nə alıram? Deməli B'yi B'yə vuranda belə çıxır ki 4 Mən olmalıdır. 5  2. olur da məncə. Bəli, bəli, füsursam 2. Rahatlıqla bu 2 görünür. Ondan sonra füsuda. Gəl bir dənə bunu silək. Deməli. Deməli mən bunun enini 2 almışam. Yəni burası 2-dir. Bir də uzunluq da 5B idi də, elə bir ki 10-dur. Onda burada 10-dur. Burada 10-dur. Yəni bu 12-nin 10-a olan düzbucaqlıdır da. Onu hesablamaq perimetr nədir? Bunları toplayırsan 22, vurursan 2-yə. 44. Uzunluq 10-dur. Eni də, yox, uzunluq 12-dir, eni də 10-dur. 22 vur 2 44 bəli. Oldu sən daha var. Belə. Növbəti maraqlı bir dənə sual. Maraqlı bir dənə sual. Deməli bu qanun uyğunluqlardan çox düşə bilər də, yəni ehtimal var. O tip suallardandır. Bir də deməli, amma burada başqa şey soruşur. Bir də görsən kvadratdan sayısı o rahatdır. Burada hissələr soruşur. Hansı ki, məsələn, bir dənə özü alınır ortadakı. 4 dənə də kənarda, 5-dir. Yəni belə eləyək də 1-ə 5. 1-ə 5-dir. 2-yə isə bir dənə ortadakının sayısı saymasam əlavə nə olacaq? Lap belə eləyək, lap belə eləyək. 1-ə 1 üstə gəlsin 4, düzdürmü? 2-yə 1 üstə gəlsin 4 üstə gəlsin 4, düz deyirəm? Bəli, bəli. Düpbədüz. Ortadakı 1-dir, kənarları yenə 4, kənarları yenə 4. Məsələn, bu da eyni məntiqlə 1, 4, 4, 4. Yəni ki, buradakı şəkil nömrəsi sayı qədər 4 yazır. Onda 51-ci şəkildə 51 dənə 4 olacaq. Sonra bir də bir dənə ortadakı. 51 dənə 4. Bir də bir dənə ortadakı özü. Bu da nə olacaq? 404, yox, 404 nə idi? 204, o da 1. 205. Bilmədinsə soruş, hansı sualı? Hayır, amma bilirəm. Bildin də? Başa Ortada düşürəm. həmişə 1 olur. Bəli. Və həmişə bax 1 gəlir. 1. Burada yenə 1. Amma 4-lərin sayı həmin o əvvəl dediyimiz say qədər artır. Şəklin sayı qədər. Burada da 51-ci şəkil deyir. 51 dənə 4 olacaq. Bir də ortadakı 1 dənə figur. 205. Gəldik buna. Görək nə deyir. Daxil olub yalnız xəttlər üzrə hərəkət edən və maneələrə rastlaşarkən sağa, sola, aşağı, yuxarı doğru dönən hörümçək oxun çıxdığı xəttdən çölə çıxarsa ən qısa məsafəni neçə xəttdən sonra çıxar? Yəni buradan başlayır, buradan çıxır. Bəli. İndi hardan getməliyik biz? Məsələn, deyək ki, yolumuza davam eləsək. Qələmi dəyişək. Yolumuza tutaq ki, davam eləsək, gəldim, çatdım bura. Nə etməliyəm? Maneə var. Aşağı düşün. Yəni sağa da, ondan sağa. Elə deyir. Maneələr Mən rastlaş. tapsım hesablayırsan. Bax, sən mənim sualıma cavab ver. Burada indi maneə var. Mən nə etməliyəm? Aşağı. Ondan Mən sağa. buradan getməməliyik. Ondan getmirsən. Yox, hardan gedək? Bir dama qabağa. Bir dama qabağa. Aşağı 3 dama. Yox. Elə deyir bəyəm. Deyir ki, yalnız daxil olub xəttlər üzrə hərəkət edən və maneələrə rastlaşarkən məncə rastlaşarkən dönə bilər məncə. Başqa halda yoluna davam. Məncə. Yaxşı, buradan gəldim, düzdüm düz aşağı. Sonra Bir addım qabağa. bir atdım. Qabağa yox, sola. Mən sola. Sağa da doğrusu, sağa. Sağa. Mən də yuxarı 2 atdım. Yuxarı 2 atdım. Mən sağa 1 atdım. Sağa 1 atdım. Belə Mən eləmək 2 istəyirəm. atdım aşağı. Belə? Bəli. Məncə onu demir axı. Elə deyir. Məncə belə. Sualın bir şərti mənə tam aydın olmadı axı heç.
Deyir ki, oxdan daxil olub yalnız xətlər üzrə hərəkət edən. Hə, okey. Xətlər üzrə və maneələrə rastlaşarkən sağa, sola, aşağı, yuxarı doğru dönən hörümçək oxun çıxdığı yerdən çölə çıxarsa, ən qısa məsafəni neçə xət sonra? Olsun. 1, ondan qısa yoxdur. 1, 2, 3, 4, 5, 6, 7, 8. Lap davam eləsəm nə olacaq ki? 9, 10, 11. Belə, fərqi yox idi bayaqkidən bunun. 11. 11-dən qısa yoxdur. Məncə yox. Maneələr qoymur, hə? Deyək ki, biz aşağı gəlsək. Fərqi nədir ki? 2 dənə yol gedəcək. Onsuz. Buradan da belə gəlsə 2 dənə yol gedəcək. Buradan da belə gəlsə 2 dənə yol gedəcək. Onsuz. Onun heç bir fərqi yoxdur. Lap belə aşağı da gəlsə 2 dənə yol gedəcək yenə. 2 yol gedəcək axır əvvəldə bu. 2 yol getdi. İndi məcbur hara getməli bu? Sağa getməlidir. Bir yol da getdi. Eyni yolu gedəcəkdi onda bu. Buraları girmir də bu, hə? Maneə var. Bəli, bəli. Prosta mənə çatmır ki, maneə dəysən olacaq. Məsələn, deyək ki, mən gəldim, indi burada maneə var da. Mən nə etməliyəm indi? Ee, Sağa, sola, yuxarı doğru dönən hörümçək. Sağa, sola, aşağı və yuxarı doğru dönən. Ya məsələn burada maneə dəydi, ya nə olacaq? Biraz sual mənə tam çatmadı. Hə, bildim. Bildim. Burada maneə varsa, gəldiyi yolu geri qayıtmalıdır ya. Ya geri qayıtmalıdır, ya nə bir şey. Çoxaldacaq yolunu. Yəni demək ki, maneəyə dəysən yollar çoxalacaq. Bildim. Onda bir dənə aşağı gəlirəm. Tutaq ki. Sənin yoluna gedəcəm yenə də. Bir dənə gəlirəm belə. Aşağı dönsəm maneə var. Yuxarı getməliyəm. Yenə maneə var. Yuxarı getməliyəm. Məcbur sağa. Məsələn, elə buradan belə gəlib çıxım. Bu da eyni 11 olmalıdır əslində. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Hara fırlatsan fırlat bu 11 olacaq, hə? Yəni ən azı da. Bəli. Yəqin ki, elə nəzərdə tutub da. Biraz mənə çatmadı amma. Ədədi 2-yə vurub üzərinə 1 gəlməli idi. Normalda. Lakin səhvən 2-yə bölüb 1 çıxdı. 11 əldə elədi. Vəssalam da. 1 çıxdı 11 əldə elədi. 12 idi. 2-yə bölüb 24 idi. Səhv dediyi ədəd. Yox. 1 çıxdı. Yox, 2-yə böldü. 1 çıxdı. Ədəd 11 oldu. Bu da nə deməkdir? 11 gəlib 1 gəlib 12 olub. Bölübsə deməli bu 24 idi. Səhv dediyi. İlyas əslində hansı cavabı almalı idi? Yəni səhv yolla getdiyi. Ədədimiz 24 imiş. 24-ü 2-yə vurmalı idi. 24-ü 2-yə vurmalı idi. Üzərinə deyir 1 gəlməli idi. Bu neçə eləyir? 49. Bu qədər. Vəssalam. Bu nə deyir? A-nı C-yə bölən. Görünür? Bəli, bəli. A-nı C-yə böləndə natamam qismət F qalıq da 11-dir. Hətta natamam qismət də C-ni 3-ə böləndə deyir. F deyir C bölü 3 olarsa. Hə, apab yerinə yazmalıyıq. Buradan A-nı taban nə deməliyik biz? A bərabərdir. F vur C, düzdürmü? F vur C. Üstünə də qalığı gəlirlər də 11-i. F vururlar C-yə, üstünə qalığı gəlirlər. F-in yerinə də C bölü 3 qoyacam. Özü deyir C bölü 3-dür. A-nın ən kiçik qiyməti hansı? Aşağıdakı hansı fikir doğrudur? A-nın ən kiçik qiyməti haqqında. Hə. Deməli A nəyə bərabərdir onda? A bərabərdir. Aşağıdan yazaq. A bərabərdir. Deməli F-in yerinə C bölü 3. C bölü 3 vurulsun bir dənə C. Üstünə də 11 gəl. Bax bu şəkildədir. A var ha, bu şəkildədir. İndi C nədirsə bilmirəm hələ ki.
Hmm. C-ni bəlkə o qalıq söhbətindən tapmaq olar, ən kiçiyini. Bir A-nın ən kiçik qiymətini tap. A-nın ən kiçik olması üçün C nə olmalıdır? Məsələn, C nə olmalıdır? Bilsən, məsələn, 1 ola bilməz C. 1 necə olsun? Burada kəsr yaransın. 2 də olmaz. Ən azından C 3 ola bilər. 3 ola bilər C. Ola bilməz. Səncə niyə? Niyə müəllim? Burada qalıq söhbəti var axı. A-nı C-yə böləndə qalıq 11 olubsa ya, 11 3-ə bölünərdi də. Hə, bildim. C böyükdür 11-dən. Qalıq söhbəti var, Bildim müəllim. bölən qalıqdan nə olmalıdır? Böyük olmalıdır. C 11-dən böyükdür. 11-dən böyük 12-yə bölünən, 12 deyirəm, dedim cavabı. 3-ə bölünən nə var? 12 var. Ki, bu kəsirdən azad olsun bu. A kəsir ola bilməz. 12 qoya bilərik də C-nin yerinə. 12 qoysa nə olur bu? 12 ilə bu 3 keçsə burada 4 qalar. 4 vur 12. 48. Bura elədi 48. O da 11. 48 o da 11. 59. Yəni A-nın ən kiçik qiyməti 59 aldıq. İndi haqqında hansı doğrudur? Təkliklər mərtəbəsində yerləşən rəqəm onluq mərtəbəsində duran rəqəmdən 3 vahid böyükdür. Xeyr. 4 vahid. Səhvdir. Bu səhvdir. 4 vahid. Bəli. Deyir ki, 2 rəqəmli ən böyük sadə ədəddir. Xeyr. 59-dan sonra gələn Yox, 2 rəqəmli sadə ədədlər var. 97 yox. Məsəl üçün var, məncə var. Bu getdi. Sonra D-də deyir ki, 6-ya böləndə qalıq 4 olur. 5 olur. 54 bölünür. 54 6-ya bölünür. Qalıq 5 olur. Getdi. Rəqəmlər cəmi ən böyük rəqəmdən 5 vahid. Ən böyük rəqəm 9-dur. Rəqəmlərin cəmi bunun 14-dür. Yəni 5 ilə 9-un cəmi. Düzdür də. 9-dan 5 vahid böyükdür. Yəni doğru cavab C variantıdır. Maraqlı idi amma ya. Açığı ilk dəfə də belə sual görürdüm mən. Hə. Aşağıdakı. Bir dənə buranı silək. Orada dəqiqə neçə göstərir zoomda? Yuxarıda göstərmə. 37 44. Ola bilməz. Yuxarıda göstərmək başqa. Yuxarıda yaşıl belə zoomda nə göstərir? Ay işte. Hə. Nəysə yarı qalsa indi qoşularıq da. Deyir aşağıdakı kartlar üzərindəki yazılar görmə əngəlli. Hə, nəysə. Bunlar deyir ki, sənin şifrələrin də bir növ. Bir növ şifrələmədir. Bir deyəndə bu şifrə. Əslində güzgü əksi ver buna sən hələ. Deyir ki, düz xəttə nəzərən simmetrik, yəni güzgü əksi də. Simmetrik olaraq bunları bura köçürsək, bu gələcək hara? Birinci yerə. Tərs nəsi forması ya amma. Yap çəkək belə. Belə. Görünür? Bəli, bəli. Hə. Bu birisi isə bu ortadakı olacaq necə? Deməli 2 xətt gələcək birinci. 2 xətt gələcək, sonra bir xətt də belə. Belə bir şey. O birisi 2 xətt amma qalacaq yerində də onun simmetrik. Bəli, bəli, bəli. Bu belə bir şey. İndi gör o yuxarıdan hansı ədədə uyğundur bu birinci gələn? Birinci gələn hansı ədədə? 9. 9-a. Olacaq burada 9. Bu 2 xətt bir də belə yuxarıdan bu. Bu nədir? Burada qalmışdıq da biz. Deməli, bu fiqur, belə olan fiqur 9-cudur. Burada. 9-cu. Bu hansı idi dedik? 6-cıdır, hə? Bu fiqur. 6-cı. 6-cı. Bura 6 yazmalıyıq. Bu 2 dənə olanda elə 3 deməkdir də. 3'tü bəli. Çünki özü demişdik 3-dür, eyni fiqur olacaq. 3-dür. Burada 963. C variantı var. Növbəti. Məktəbin direktoru məktəb nümayəndəsinə belə bir mesaj yazır. Bu mesajı alan hər bir kəs mesajı aldığı gün özündən başqa 2 nəfərə yollamalıdır. Özündən başqa 2 nəfərə yollamalıdır. Mesajı alan hər kəs 2 nəfərə göndərdikdən sonra mesajı silir. Direktor mesajı şənbə günü
yazmışdırsa, cümə günü mesaj cəmi neçə nəfərə çatar? Hı? Cümə günü hmm, özündən başqa 2 nəfərə. Yəni bu nə deməkdir? 2-yə vura-vura get. 2-dir, 4-dür, 8, 16, bunu demək istəyir. 32, 64, 128, 256, sonra bitdi, hə? Bu neçə oldu? Yəni şənbə günündən cümə gününə qədər nə qədər lazımdır? Şənbə gündən cümə gününə kimi Məsələn, 6 gün. belə deyək də, şənbə günü yazıb. Bax, elə bir şənbə günü budur. Bazar günü bu. Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün, hə? Düz olmur ki. Cümə günü mesaj cəmi neçə nəfərə çatar? Hə, cümə günü də yollayır da, onu da belə çıxır ki. Yəqin ki, cümə günüdür. Çünki cavabı 255 ver bax. Cümə günü də yolladığı mesaj da sayılır onda. Onda 256 və özünü də oradan çıxmalıyıq. Sən bildin niyə 2-yə vura-vura getdin? Bəli, bəli. Çünki Hər dəfə 2 elə bir ki, bu bir sənə oxşayır. Bakteriya sualı görmüsən? bəli, bəli. Bir dənə bakteriya 2 yerə bölünür. Təzədən hər saniyə bu da 2 yerə bölünəndə, burada 2 yerə bölünür. 2-nin qatları. Məsələn 2 yerə bölünürsə. Bu da eyni söhbətdir əslində. 2 yerə bölünürsə, bu təzədən məsələn hansı adamı göndəribsə, deyək ki, bir adam göndər. Bu 2 nəfərə göndərib, bu da 2 nəfərə göndər. Nə qədər olur burada? 4 nəfər yenə. Təzədən hərəsi 2, bu 2-nin qatlarından söhbət gedir. 2, 4, 8, 16, 32, 128 olanda bu cümə günüdür. Bu cümə günü də göndərdiyin də sayır. Olur 256 nəfər və özünü çıxır oradan. Onda 255'dir. Mən elə başa düşdüm sual. Növbəti. Müəllim Kənandan belə bir maraqlı sual oxuyur. Sual soruşdu. Mən 1-dən 6-ya qədər ədədləri elə düzməliyəm ki, aşağıda şərtlər hər biri doğru olsun. 3, 4 onlar arasındakı ədədlərin cəmi 8-ə bərabərdir. 3, 4 bu arada nə olacaqsa onların cəmi 8-dir. Bunun versiyası hansıdır? 1, 7 yox, 1, 7 yox da. 2, 6. Bəli. 7 yox da. Ha. 2, 6'dan başqa var? Yox. Yox. 2, 6. İndi bu şərti olaraq deyək. 3 burada gəlməz, 3 burada 4 yerini dəyişər. Yəni şərti olaraq belə olmalıdır. 2, 6, 3, 2, 6, 4. Şərti olaraqdır ya. Bunlar hamısı yer dəyişə bilər burada. 3 ilə 4 yer dəyişə bilər, 2 ilə 6. Yəni bunu başa düşmək üçün yazdım. Başqa hal yoxdur da, 2 ilə 6. Sonra 4, 6 onlar arasındakı ədədlərin cəmi 15 olmalıdır. Hə. Bu o deməkdir ki, səhv yazmışım. Yox. Dördlə 6'nın arasında. Dördlə 6'nın arasında ədədlərin cəmi 15 olmalıdır. Kənar sıranı düzdür və düzülmüş sıraya əsasən 4-cü yerin rəqəmlərin cəmini hesabladı. 4-cü yerdə olan rəqəmlərin cəmi bunu başa düşdü nə demək istəyir? 4-cü yerdə duran rəqəmlərin cəmini hesabladı. Yəni bir neçə sıra uyğundur buna, onu demək istəyir. Mən birinci yazdım. Bəlkə 1 və 4-cü yerdə demək. 1 və yox, olmaz. Yer deyirsə bir dənə rəqəm olmalıdır orada. Ya da 2 Bəli, bəli. dənə halı var, 2 dənə sıra tapacağıq ödəyən bunu.
Hansı 4 burada gələndə, burada 4 gələndə fərqli-fərqli yerdə. Məsələn, burada 3 gəlibsə 4-cü yerdə, burada 5 gəlibsə onların cəmini soruşur. Bəlkə elə soruşur, bilmirəm. Hələ bu sıranı qurmağa çalışıram. Tam olaraq mənə bu ikinci çatmadı, bu ikinci dediyi. 4 ilə 6-nın arasında ədədlərin cəmi 15 olmalıdır. Demək ki, bu 2 dənə ədəd deyil, 4 6. Burada ən azından 3 dənə. Neçə dənə ədəd olmalıdır? Yadıma gəldi bu sual sən bir dəfə işləmisən. Hə, Məncə bu yox. sıranı bir dəfə düzmüsən məncə sən. Bir dənə fikirləş. Deməli, məsələn deyək ki 4 burada olsa, 6 burdadır da. İndi bunun arasında yığmalıyıq ədədləri. Və əvvəldə də 3 ilə 4 deyib arasında. Məncə 3 burdadır. 4 ilə 6-nın arasındadır ki, 15-i yarada bilək orada. İndi 3 sonra yazandan sonra yox. Bura 2 5. Onlar arasında ədədlərin cəmi 15-dir. Tam olaraq mənə çatmadı sual. Tam olaraq. Yəni 15-ləri necə yarada bilər ki o? 2 5 onlar arasında. Məsələn 2-ni qoyaq, 2, burada da 5-ə. İndi bura elə ədədlər qoy ki 15 olsun. Şərti olaraq da məsələn. 15 yaradan hansı cəmlər qalıb bizdə? Yəqin ki biri 100% 6-dır. Biri 6 olsun. Elə heç bir ehtimal yoxdur axı. Mən də onu axtarıram da, yəni 15, 15, sonra bizdə 1-dən 6-ya kimədir rəqəmlər? 6 olsa bizdə 9 qaldı. 9-u nətər yaradıq? 2 ilə 5-in arasında gələn cəmi necə 15 olsun? O hansıdır ki? 3, 4, yox. Bir dəqiqə. 3, 6, 2, 4. Bu da, yox. Bu bir dənə axırıncını ödəyir də elə bil ki. 4, 6 onlar arasında cəmi 15 olmadı ki. Baba mən dediyim var ha. Bu axırıncını ödəyir də. 2, 5 arasındakı ədədlər 15-dir. İndi bu sıra üzərində bir dənə yerləşmə elə. Yəni götür hansısa rəqəm at bir yerə. Yox, bu da ödənmir heç bir dəqiqə. Bu da heç ödənmir. 2-ni 2 dəfə yazmışam. 2 ilə 5-in arasında necə 15 olsun ki? Yerdə qalan ədədlərimiz 1-dir, 3-dür, 4-dür, 6-dır. Bu sənə 14 verir axı. Bəlkə 2 5-ni sayır, 2 ilə 5-ni sayır. Və onlar arasındakı ədədlərin cəmi. Hə, saymalıdır 100%. Hə, özü sual belə bu formaya düşdü. Hə, onda biraz rahatlaşdıq sualda. Niyə? Çünki bunlar arasında bir ədədlər qoysam yerdə qalan olmayacaqdı 15. Özlərini də sayır. Hə, onda vəsə. Özlərini də sayırsa özü asanlaşır. Məsələn 3-dür, birinci şərtdə 4-dür. İndi onlar arasında qalan ədədlərin cəmi. Məsələn 7 gedib 1-dir də onda, hə? 3 1 4. Bəli. 3 4 bir də onlar arasındakı birin cəmi sənə 8 verəcək də. 3 1 4. Sonra 4 6 onlar arasındakı cəmi onda belə olmalıdır. 4 5 6. Yəni mən dediyim formada heç vaxt mümkün deyildi o bayaqki. 4 5 6 bayaq 15'di bax. 4 6 5. 15. Bir də deyirdi ki 2 5. 15 olmalıdır. İndi üzə pisdə. 2 5 15 olmalıdır. Məsələn necə? Hə deyə 2-ni əvvəl atsaq. 2 5 7, burada da 8. So. Elə deyil. Bəli. Hə, burada onda mən dediyim kimi də, yəni 4-cü yerdə olan rəqəmlərin, yəni hallar var burada. Bu birinci haldadır. Birinci halda bu sıra düzəlir. İndi bunların yerini dəyişib ikinci halda düzəltməliyik.
İkinci halda var da bunu elə bir iki əvvəldə gəlməsin elə. Hə, tərsinə də yəni. 6 5 4 1 3 2. Ha belə. Bu nə deməkdir? Deməli 4-cü yerdə hansılar gəlib? 1 gəlib, burada da 4 gəlib. 1 ilə 4-ün cəmini soruşur. 5. Razısan? Bəli, bəli. Maraqlıydı məncə bu. Bu maraqlıydı. Növbəti bizdə burada fiqur yaratmaqda, yəni hesabda, özü hesab yoxdur bu sualda. 3-ün 4-ü ölçülü düzbucaqlı yaratmalıyıq bunlardan. Onda elə variantla işləmək yaxşıdır. Məsələn, A variantı bizə deyir ki, 1 3 5-i istifadə elə. 1-i, 3-ü, bir də 5-i istifadə elə. Bunlardan gör 3-ün 4-ə düzbucaqlı. Ümumiyyətlə 3-ün 4-ə düzbucaqlı nədir? Bir dənə çəkək gözümüzün qabağında olsun. Məsəl üçün belə bir şey. Düzdür? Bəli. 3-ün 4-ə. 3-ün 4-ə gör 1-dən, 3-dən, bir də 5-cidən düzəldə bilərsən. Bir-birinin içinə salıb, fırladıb. Neysə elə. Yəni Məncə yox. yerləşdirmək istəyir də bura. Bu fiqurları bir mən çəkdiyim fiqurun içinə yerləşdirmək istəyir. Məsələn, necə? Deyək ki, belə gəlsə, bu birinci. Bu da el şəkilli. Olmadı. El şəkilli olmasa başqa necə olsun ki? Belə olsa, yenə olmadı. Başqa cür yerləşdirmək lazımdır bəlkə. Belə olsa, birinci, bu da el şəkilli. Yox, olmadı yenə. Buradakı qalan fiqur 5-ci deyil. Necə eləyə bilərəm başqa? Yəqin ki 1 3 5 deyil. 2 3 5-ə bax. 2 3 5 2 3 bir də 5. Görək nə edərik? 2 3 2 3 Mənim 5 şey, mən olmayacaq. fiqurun saymaqla tapmaq olur. Kvadratları saymaqla. Bəli. 1 3 5-də bizdə nə idi? 4. Burada 4-dür, burada 4-dür, burada 4-dür, burada 3-dür, burada da 5-dir. 5-dir. İndi bizə A variantı, bizə nə lazımdır? 12 lazımdır. Bizdə Bunları 12 hesablasaq, lazımdır. hə 13 olur. Məsələn, digər hesabda yenə 13 olur. 3 4 5-i hesablasan, 3-cü, 4-cü, bir də 5-cini hesablasan. 12 oluraq. Hə, onda bu uyğun Onda o gəlmiş. saymaqla B də uyğun gəlir, D də. İndi bax, mən nə deyirdim? Mən deyirdim ki, A variantı ilə C variantını silmək lazımdır. Sən də elə eləmişdin, silmişdin onları. Niyə? Çünki burada da eyni fiqurlardır. Bax, 1 ilə 2 eyni fiqur da bir demək olar, fırladıb da. 3 ikisində də var, 5 ikisində də var. Deməli bu heç vaxt cavab deyil. A ilə C. Niyə? Çünki birincini A variantını yerləşdirə bilmirəmsə, C-ni də yerləşdirə bilməyəcəm. Yerləşdirə bilirəmsə ikisi də 2 nə cavab ola bilməz axı. Bunlar A, C indən gedir. İndi 3 4 5-ə baxmaq lazımdır. 3 4 bir də 5. Bir dənə 4 fərqlidir də bizdə. Bizdə deməli məsələn el şəklini belə qoysaq 5 5-i də belə qoymaqda, belə qoysaq bu 3-də bu 4 dənə bu 4 dənə deyil axı, buradakı 3 dənə deyil. El şəklini başqa necə qoyaq ora? Belə qoysaq bunda bu 4-ü də fırladıb belə qoysaq. Aha. 3 4 5 olur axı. Bu da 5-ci deyil. Şərt var orada, fırlatmaq olmaz. Fiquru tap hissələrə bənzər şəkilləri tapşırıb bu hissələri düzbucaqlı əldə etsin. Fırlatmaq olar da bu sualda. Mən 3 4 5-i yaratdım axı. Bax elə bir ki el şəkilli bir dənə baxaq. El şəkilli budur. O 4-ü fırladıb belə qoyuram. Bura. Bu yerdə qalan bu hissədə 5 deyil. Var səhvim burada. 3 4 bir də 5. Bu D-də olur axı.
İndi baxa görə B də olur. Bax, ümumiyyətlə bəlkə B səhvdir. Cavablar səhvdir. 2 dənə cavab deyil burada. Elə bir dənə cavabdır deyil. İndi gəl baxaq şeyə. 1 2 3-ə. Sən başa düşdün o 3 4 5-i? 3 4 5-ə qoymaq olur. 1 2 3 1 2 3 1 2 yox. 1 2 3 1 2 3 deyəsən olur. Elə bir ki üstə gəl. Yox, belə yox, belə yox. Deməli. Bu formada olsa, bu da el şəkilli olsa, bu da olacaq. 1 2 3 də olur. Burada cavab həm B, həm D. Mən yuxarıda şu sarı kvadrat çizdim. Bəlkə orada nəsə şərt var. Şərt yoxdur. Deyir, bir neçə cəhddən sonra 3 ədəd fiquru birləşdirdi, tapşırığı yerinə yetirdi. Heç bir şey. Bunlardan istifadə elədik. Bu konstruksiya nədir? Qoy ora yerləşdir. Mən axı 3 4 5-i də yerləşdirdim. Məsələn, nağdına cavab B uyğun gəlir. Bunu hal-hazırda göstərdik. El şəkilli, üstəgəl formalı bir şey, belə bir şey. Bu B variantı düzdür. Onun dediyinə görə də B-dir. Amma mən orada D-ni də yerləşdirdim axı. Bax, D-dəki 3 4 5. 3 4 5. Deməli 3 4 bir də 5-incini. Bax, bunu yazıram belə. Yox. Bir dəqiqə. El şəkilli mən necə qoymuşdum? Belə. Bax belə. Bu L-dir, bu 3-dür. Bax bu 3-dür. Bir dənə də başqa qələmlə yaxşı. Deyək ki, bu da 4-dür. Bax bu 4-dür. Yerdə qalan 5-dir. Bax fikir ver. Bu yerdə qalan 5-dir. Yox. Bəli. Bu da 5-dir axı. Mənətər olur. Cavab məncə burada ikisi də B ilə D-dir. Yenə də baxarıq sonra. Deməli, bu kub rəngləmək. Kub rəngləmək suallarından görə nə deyir? Kubu yerə qoyaraq onun üzərində boya tökdüyü qara rəngli boyanı tökdükdən sonra fiquru kiçik ölçülü kublara ayır. Daha sonra o 3 üzü qara rəngə boyanan 3 üzü qara. 3 üzü qara. Bir də 2 üzü qara rəngə boyanan kubların sayını topladı. Burada o 2 üzü deyir ha. Burada yalnız söz olmalıdır məncə. Ancaq 3 üzü, ancaq 2 üzü, o onda düz olacaq deyəsən sual. Məncə ya. Kubların sayını topladı. Alınan cavabı neçədir? Heç nə. 3 üzü rəngli olanları tap. Bir dənə yer tapmalıyıq ki, ondan sonra çıxaq yola. Ancaq 3 üzü. Ancaq 3. Yo, mən dediyimə görədir ya. Bəlkə də başqa cür olsa gələ bu 200 rəngli olanlar bu 300-ün içində geçsin axı. Məncə ancaq demək istəyir. Ancaq 300-ü, ancaq 200-ü. Ancaq elə məncə sual düz olacaq. Nəysə, 300-ü rəngli olanlar bu küncdəkilər deyil. Bəli. Deməli o küncdən burada da var, aşağıda da var. Bir də arxada da var 4 dənə. Əvvəldə 4 dənə, bir də arxada 8 dənə. Başqa var 300-ü? Yox. Yəni bu ancaq küncdə ola bilər də 3 dənə üzləri rəngli. 6 sayır da yəqin ki. Bir də arxada da 4 dənə. 4 dənə buradan saymamışam əvvəldən. Arxada 4 dənə var. Olacaq bu 8 dənə. Bu 8 dənə. İndi gedirəm 200 rəngli. 200-ü. O da deyib bulardı bax. Biri məsələn bu. Onda biri də aşağıda. Bir də yanlarda. Bir bu iki, bir arxa tərəfdən görünür o rənglidir. Bir bu yan. Bu da 8 dənə olacaq da. 4 dənə də arxada olacaq bundan. Əgər mən burada 4 dənə tapmışamsa, 4 dənə də arxada ondan tapacam da yenə. 8 8 neçə edir? 16. Burada yenə deyirəm ha, bu sualda ancaq 300-ü, ancaq 200-ü desə. Sualda tam doğru olacaq da. Rəngləmə yenə. O eyni qonşu rənglər eyni olması söhbətləri. Amma oldu. Məsələn, burada necə fiquru biraz böyüdü axı. Məsələn, deyək ki, buranı rənglədim mən qırmızıya. Vəssalam, vəssalam. Bu 3 dənə var ha. Qırmızı ola bilmir. Bəli. Gedək də yola da onda. Bu qırmızıdırsa onda gedim bütün küncləri qırmızı eləyə bilərəm də eləyim getsin. Çünki niyə? Ən az rəngi soruşuram. Bunlar qırmızıdır, get. Bəli. Sonra mavi tutaq ki, mavimi sən eləyəcəm. Birini mavi, birini buraxacam bax. Bu mavi, sonra bu birisi mavi. Sonra bu mavi,
Sonra bu. Sonra bu. Yəni ağlıma o gəldi. Ən az ancaq eləyə bilərəm. Bu gəldi. Sonra hansı? Vəssalam. Bizə niyə? Çünki buna mavi desəm o birisini toqquşur. Bəli. Hal-hazırda 2 dənə rəng istifadə etmişəm. 2 dənə. Sonra hara gedə bilərik? Heç nə. Sonra aralarına gedim də onda mən. Məsələn bu Mən qırmızını narıncı, bu boşluqları belə doldurum da narıncı, 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 narıncı. Bu tək qalana bir dənə rəng deməliyik. Buna dediyi ağ. Burada bir dənə tək qaldıq. Bu dediyi ağ. Hal-hazırda neçə dənə rəng getdi bizdə? 4 dənə rəng gedib. Aha. Cavab bax 4 verib. 1, 2, 3, 4 dənə rəng istifadə elədim axı mən. ortalarını mən rəngləmək olar da, mən fərqli rənglərlə. Eyni yox, bunu dinə görə ortalar da eyni olmalıdır. Ha, ola bilər də. Ola bilər. Qırmızı ola bilər də yenidən. Bəli. Yenidən qırmızı. Məsələn, yenidən qırmızı. Bir də yenidən ağ. Yenidən ağ. Yenidən ağ. Yox. Bəli. Vəssalam. Burada neçə dənə rəng görürsən? Ağ, qırmızı, mavi deyək. Bir də narıncı. 4 dənə. Cavab 4-dür. Yəni ən axırda qalan hissəni təzədən yenidən qırmızı, narıncı, mavi onlardan birini götürə bilərsən. Götürmək oldu. 4 dənə olur. 2 ədədin cəmi birinci ədədin sonundan 5 rəqəmi silsə ikinci ədəd alınır. Böyük ehtimal ki bunun deyilir birinci ədəd. O 3 rəqəmli ədəd olub. El deyil. Mən niyə ki? Çünki cəm 3 rəqəmlidir. Mənə elə gəlir ki o 3 rəqəmli ola bilər, amma 4 rəqəm. Olmadı bilər. 4 rəqəmi də ola bilər, hə? Elə bir ki 3 rəqəmlə 3 rəqəmini də toplaya bilər də deyəsən. 4 rəqəmli ümumiyyətlə olmaz. Bax elə bir ki birinci ədədin sonundan 5-i silsən, hə 4 rəqəmli ola bilməz. Onda 3 rəqəmli ola bilər də, başqa nə olsun? 3 rəqəmlərində bəziləri ola bilər. Yəni bu sualda məncə avtomatik 3 rəqəmli düşünməliydik məncə. Bəli, bəli. Çünki 4 rəqəmli hə düz deyirsən də, məncə 4 rəqəminin üstündə nə gələn 3 rəqəmli idi. Ancaq 3 rəqəmli ola bilər bu. Bəli, bəli. Deməli A, məsələn deyək ki bu ədəd A, B, C ədədi idi. Deyək ki birinci ədədin sonundan 5-i silsən. Deməli C yox 5 imiş o. Yəni AB 5 ədədidir bu nədirsə. 5-i silsən, olacaq AB ədədi. Bunlar toplayanda oldu nə? 764. 764. İndi B nədir? 1. Yox 1 nədir? 9. 9, 14, 1 yadda. Bu da deməli A da deməli 5-dir. Yox, 5 nə idi? Bəli. 6-dır. 6, 6. 15 olsun, 1 yaddan sonra 16 olsun. Həqiqətən də bu buna yenə 1 yadda versin. 6 olsun düşsün nə? 7 kimi. Vəssalam. Deməli nə deyir? Böyük ədədin rəqəmləri hasili. Yəni ki 695 ədədin rəqəmləri hasili. O da eləyir. 6 vur 9, 54 vur 5. 270. Bəli. Bəli. Növbəti. Deyəsən axırıncı sual bu səhifə. Test ediləcək qutarır. Məncə axırıncı səhifədir. ABC fərqli rəqəmlərdir. Nədənsə elə gəlir ki bu sual səhv idi. Bilmirəm amma. ABC fərqli rəqəmlərdir. Bu rəqəmlərdən düzəldilmiş müxtəlif rəqəmlərin fərqli olan, yəni ən böyük 2 fərqli ədədin cəmi budur. Bu rəqəmlərdən düzəldilmiş müxtəlif rəqəmli ən böyük 2 fərqli ədədin cəmi budur deyir. Yəni nə? Məsələn, AB ilə nəyin cəmi? AC-nin? AB ilə AC yox. Məsələn, ABC ilə BC alınır Bu sual məsələn belə. səhv deyə, bu sual səhvdir axı deyəsən. 2 fərqli yox, 3 fərqli məncə.
Bəlkə də nə bilim. Çünki 2 rəqəmli 2 dənə ədədin cəmi səndə 1500 ola bilər. Xeyr. Bəlkə də mən səhv başa düşdüm. Deyir ki, bu rəqəmlərdən düzəldilmiş müxtəlif rəqəmli ən böyük 2 fərqli ədədin. Hə, ən böyük 2 fərqli ədədin deyir. Demir 2 rəqəmli. Ədəd 2 rəqəmli demir axı. Hə, demir. Demir. Onda ABC götürək. Digərində deyək ki, ACB. Fərqlidir də. Yox. ABC ACB-dən fərqlidir də. Və ikisinin tərkibində də ABC təkrar yoxdur. Hə, bunları götürək. Bunların cəmi səndə 1554. İndi başqasını da götürərəm. Deyərsən ki, burada ACB niyə başqası olsun? Ona baxarıq. Mən görürəm ki, BC-nin cəmi səncə nədir? BC-nin cəmi Elə ədədlər atmışam ki, cavaba çıxdım. Özüm atdım, elə cavabla çıxdım. Fikir ver. BC-nin cəmi 14-dür. Bilirsən niyə? Çünki burada 5 olub bax. 14'tü bir yadda. bəli. Onda ofisi de bir yadda verəndən sonra A da məcbur 7'dir. 7 14. Bu da məcbur buna bir yadda verəcək də. 15'e çevirilsin. Vəssalam. A 7'dir. B ilə burada ikisinin bir yerdə cəmi də 14'dür. Bunların cəmi 7 14 21. Yəni A. İndi başqa cür götürək. Deyək ki, niyə belə götürdük ki? Başqa formada götürək. Deyək ki, götürək A tutaq ki AB yox, ABC demişəm də. ACB yox, biri ACB olsun elə, bir dənə də ACB olsun. O bir digəri A ilə başlamasın, B ilə başlasın tutaq ki. DBA olsun. BB deyənməzsən. BCA olsun. BCA olsun yox. BCA olsun görək. Bunların cəmi deyir 1554. 1554. İndi B ilə A-nın cəmi 4. 4 deyil. Dinən niyə? Çünki C ilə C-ni toplayanda heç bir yadda yoxdursa necə 5 olsun? Ona görə 14'dür. Yəni B ilə A-nın cəmi bu dəfə 14'dür, bir yadda. Deməli C2'dir. Hətta şey də ola bilərdi. 7 də ola bilərdi ya. 7'dir. Dinən niyə? Çünki təzədən AB-ni buradan bir yadda verməyəcək 2 olsa. Yəni bura 5 yazacaq, 15 yox 5 yazacaq. Heç bir yadda vermədiyi üçün AB cəmi belə çıxış 15 olacaq. Ona görə 2 deyil orada. Yəni bax fikir ver. Burada AB cəmi 14'dür. Çünki 2 ilə C-nin cəmi 5 ola bilməzdi. Amma C-nin özü də 7'dir. 2 də deyil heç. 7 olansa 14, bir yaddansa 15, bir yadda. Yəni AB cəmi 14, bir yaddansa 15. Vəssalam. Yenə də fərqi yoxdur. Yenə də sən burada C-yi 7 deyəcəksən. AB cəminə 14 deyəcəksən. Yəni 14 ilə 7-nin cəmi 21. Gördün? Yəni buradan şərti olaraq hər hansı bir hərfi versən də fərqi yoxdur. Cavabı dəyişməyəcək. Yəni cavab burada olacaq 21. Fərqi yoxdur. İstəyirsən bu ikisinin cəmi 14 götür. İstəyirsən bu əvvəldə ikisinin fərqi yoxdur. Sonra kubun hər üzünə müxtəlif tam ədəd yazılıb. Yəni ki, qarşı üzlər fərqlidir elə bil ki. Qarşı yox, bütün üzlər fərqlidir. Qarşı üzlər olan ədədlər iki ədədin hasili həmişə eynidir. Məsələn 20'nin aşağısında burada aşağı hissədə A varsa, 16 bu tərəfində B varsa, 12'nin digərində C varsa, 16'nı B-yə vuranda cəmi hasil eynidir. 20'ni A-ya vuranda, 12'ni də C-yə vuranda hasillər eyni olacaq. İndi məncə bu əkobu istəyir bizdən. Kubun bütün üzlərindəki ədədlərin cəmi ən az neçə olar? Yəni birinci ən aza baxaq cəmə. Birinci buradan əkobu tapaq. Niyə? Məsələn 16'nı B-yə vuranda bu bərabər olmalıdır 20'ni A-ya vuranda bərabər olmalıdır 12'ni C-yə vuranda. Sən buna ən kiçik ədəd tapan, yəni bu hasili ödəyən bərabərliyə ən kiçik ədəd tapmalısan ki, A-lar, B-lər, C-lər kiçik olsun. Düzdür ya yox? Düzdür. Yəni bu hasillər eyni bir başqa bir kiçik ədədə bərabər. O da nə demək? Əkob. 16, 20, 12 əkob tap. Əkob. 80 yox, 80 yox. 80 yox. Əkob. Bəli, 80 olur da. 80 12'ye bölünmür axı. Ha, bəli. 12'nin qatı 120 də 16'ya bölünmür. 240'a bir dənə yoxla, 16'ya bölünür. 240. Mən 100 Hə, 240 bölünür. 240. 240 olması üçün bu olmalıdır, deməli. Dəqiqə.
240 olması üçün B olmalıdır nə qədər? Bu da görünmür. Bəm. B olmalıdır. Demək 240 16-ya böləndə bir dəvə 15 hə? 15. A olmalıdır 12 vur 20 bəli. C də olmalıdır 20. Düz gəlmədi axı. Hı? Kubun bütün üzlərindəki cəmi, hə? Bunlar da qatır söhbətə. 20, 12, 16-nı da qatacaq söhbətə. Bu cəm bizə 142 verə bilər? Yəqin ki, olar da. Nətər olar? 2 dənə 12 var, 24, 40, 80. 2 dənə 12 var, 24, o da 16, 40. Bu da 40, 80, 15. 95 andaq. 15 16-ya vuranda 240 edir də. 160, 80. Bəli. Bəli. 20 də 12-yə vuranda 240 edir. 12-ni də 20. Deyir ki, kubun bütün üzlərindəki ədədlərin cəmi ən az. Bunları hamısını toplamaq lazımdır da, yəni. Baba bunları da gördüklərimizi 15 ilə 16-nı, 20 ilə 12-ni, yenə 20 ilə 12-ni. Sən necə 142 versin, cavabı 142 veriblər. Mən burada bir şərti pozdum axı. A-ya 12 verəndə 12 öz üzündə var axı. Deyir axı fərqlidir. Həm də 20-ni. Burada onda 240 deyil əkop. Bir şey verdi, neynədir? 12 üzü var da, amma 12-ni götürən mənəm axı. Bildi nə edirəm? Bəli, bəli. A-ya 12 demək səhvdir, çünki bu tərəfdən bu üzündə 12 var onun özündə. Yaxud bütün üzləri fərqlidir, müxtəlifdir. Onda 240-ı biraz çoxaltmalıyıq əkobu. 480 onda. 480 olması üçün 30 olmalıdır B-nin qiyməti. 480, 480. Bu 24 olmalıdır. Yox. 12-yə də bəndə bu 40 olmalıdır. İndi düz gəldi. Hamısı fərqlidir. Deməli 16 ilə 30, 20 ilə 24, 12 ilə 40 bir-birinə vuranda 480 edir. Bunların cəmi. Bunların cəmi 16 ilə 30 eləyir 46. Üstə gəl. 20 ilə 24 eləyir 44. Üstə gəl. 12 ilə 40 52. Burası eləyir 90, bu da eləyir 52. 142 aldıq. 46 ilə 44. 90, o da 52. 142, bəli. İndi ödəndi, gördün? Bölmə sualı da. Bir dənə görüm hardan bölək. Ədədə elə 3 yerə bölməliyəm. 1, 4, 2, 7-dən. Hardan? 1, 4, 2, 7 var ya, onu bölürük. 1, 4, 2, 7. Hə, min yaradırsan. 1427 yaradırsan. Əgər elə bölməsən 3000 olacaq ha. Ən az deyir də. Cəm ən kiçik olsun hə. Deyir cəm ən kiçik olsun deyir. Hə, onda eləmək olar. 1000 yaratmalısan. Yox, əgər 7000, 3000, ən yaxşısı bu da hə. Deməli, onda bizdən ədədlərimiz nə oldu? Ədədlərimiz 1427 352 bir də 692. Bunları toplayırıq. Deməli 11 bir yadda, 17 bir yadda, 23, 25, 2571. Düzdür değil mi mən? 24 23 eləyir bir yadda 24. 2471 hə, düzdür onda. Onda düzdür. Sonra. Burada deyir ki, vurma əməlinə həmin o bu rəqəmləri düzməlisən. Görünür? Bəli, bəli. Həmin o rəqəmləri necə düzək? Burada düzək baş etmək lazım burada. Məsələn, variant da qoya bilərsən əslində. Variant da qoya bilərsən. Amma biraz vaxt gedəcək də o. Variantda tutaq ki, deyək ki, lap 2-ni qoyduq bura, hə. Neyniyə sonra?
Lap deyək ki 2-ni qoyduq bura. Sonra burada bir yol tapmalısan ki, burada sualın yerinə, məsələn, sualın yerinə böyük ədəd qoysan, məcbur 2 rəqəmli ədəd kiçik olmalıdır, hə? Bəli. Məsələn, sualın yerinə 9 qoysan, niyə kiçik olsun? Məsələn, kiçiklər çox vardır. Məsələn, 20 ilə başlasın, yoxsa 30 ilə bilmirəm axı. Yəni bunun yolu səncə ipucusu hardadır? İpucusu. Bunu ancaq yoxlamaqla məncə. Belə real ipucu görmürəm. Niyə? Çünki heç birinin ədəd verməyib. Heç bir yerdə. Məsələn, sualın yerinə 2 olsa, 100-dür. Məsələn, bura 3 qoysam, məcburən bura 6 olacaq. 3 qoymuşam. İndi məsələn 2-ni nəyə vuranda burada 2 rəqəmli olacaq ədəd. Yerdə qalanlardan. Heç birinə. Mən tapdım. Nətər? Sualın yerinə 89 deyim. ha, 89 vur 7. 89 vur 7. Bura 3 düşür. 6 yadda. 56 6. 630 şey eləyir. Belə elədi. 623 müəllim, 623 bəli. Bəs yoxdur axı cavabda. 7 tapmışıq. 56 16. Mən belə tapdım. Doğrudur da, məncə doğrudur. 89-u biz 7-yə vursaq, 63 6 yadda, 56 6 62. Bütün ədədləri istifadə edirik. 2 3 6 7 8 9. Bu doğrudur da, bu niyə səhv olsun ki? Sualın bir qiyməti 7-dir. Deyir, sual işarəxanaya hansı ədəd yazılacaqdır? Özdə deyir, yazılacaqdır. Yazıla bilər də demir, ha. Bu tamamilə doğrudur axı. 89 vur 7 623. Düppədüz. 7 doğrudur. Bu 8 deyir. İndi baxaq. 8-i qoysaq nə olur? 8 qoysaq, məsələn, 8-i 2-yə vursaq, axırı 6 eləyər. 8-i 7-yə vursaq, 3-ə vursaq. Hə, 8-i 3-ə vuramazsan. Bura 3 Ay yaramaz. şey olur, mən 79-u 8-ə vuranda 630 şey eləyir. 79-u bura 2 eləyir. 630 şey eləyir. 79 79 vur 8. 56, hə. 56 o da 7. 630 bu da ola bilər. 8 də ola bilər. 7 niyə səhv olsun ki? 7 də 8 də ola bilər. Maraqlı qaldı baba 11-dən. Həm 7, həm 8 ola bilər. Doğru tapmısan sən. Növbəti